vətəndən vətənimə gəlmişəmsə, təbii ki, ən böyük borcum qurucu Cümhurbaşqanımız Rauf Denktaşın məzarını ziyarət etməkdir. Bir neçə il öncə Qarabağ işğaldan azad ediləndə Şuşadan Cıdır düzünün yaxınlığından bir ovuc torpaq götürmüşdüm. Ondan artıq götürməyə ürəyim gəlməmişdi. Yəni qıymadım. Kiçik bir bankaya qoyub saxladım ki, Kuzey Kıbrıs Türk Cumhuriyyətinə gələndə qurucu Cumhurbaşqanımızın məzarına gətirim. Çünki o mənə verdiyi son müsahibədə gözləri yaşararaq demişdi ki, ən böyük arzularımdan biri Qarabağın işğaldan azad edilməsidir. Bugün Mor Menekşe Çağdaş Qadınlar Dərnəyinin başqanı Hariyə xanımla və onun ekibi ilə birlikdə Cumhurbaşqanımızın ziyarətinə gəldik. Hariyə xanım, təşəkkür edirəm sizə. Gerçəkdən mən çox kövrəldim. Bizi qurucu Cumhurbaşqanımızın məzarına gətirdiyiniz, bu şəraiti yaratdığınız üçün çox təşəkkür edirəm. Azerbaycan bizim kardeş devletimizdir. Azerbaycan'ı biz her zaman ayrı tutarız. Mutlu bizi Azerbaycan, Kırgızistan ve Kazakistan kadınlarıyla birlikte şu anda Cumhurbaşkanımızın mezarındayız. Çox təşəkkür edirəm Hariyə xanım. Allah birliyimizi, bərabərliyimizi bozmasın. Təşəkkür edirəm. Kartpostaldan da alabilirsiniz hatıra olarak almak isterseniz. Günaydın. Günaydınlar. Teşekkür ederim. Hər zaman qəlbimizdə yaşayacaq qurucu Cumhurbaşqanımızın ruhu şad olsun, nur içində yatsın. Birazdan biz onun oğlu Sərdar Denktaşla birlikdə, o da gələcək, Qarabağdan, Şuşadan gətirdiyim torpağı və Azərbaycan bayrağını qurucu Cumhurbaşqanımızın məzarına qoyacağıq. Çünki o həm Azərbaycanı, həm də Qarabağı, Azərbaycan bayrağını çox sevirdi və danışanda gözləri yaşarırdı. Nur içində yatın.